Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə yeni gələn motor kitlərlə bağlı məlumat vermək istəyirəm. Bafang firmasının 500 wattlıq motor kitidir. Hal-hazırda gördüyünüz arxa təkər üçün nəzərdə tutulub. Bu onun displeyidir. SWM58 modeli adlanır. Çox funksional displeydir. Həmçinin də rəngli displeydir. Bu isə kitimizə daxil olan əlavə əxsusarlardır. Bu onun kitabçasıdır. Bu ölçüsünün kiçik olmasına baxmayaraq 48 volt, 18 amper suya davamlı, həmçinin də güclü bir kontrollerdir. Bu istəyə uyğun olaraq gəlir. Bizim seçimimiz əsasən maqnit dəstəkli brake tormuz dediyimiz sistemdir. Hansı ki tormuza quraşdırırıq. Tormuz verdiyi anda motorun gücünü kəsir. Onun kabelləri, birləşmə kabelləri. Bu isə pedal asistent dediyimiz pedal dəstək modunu istifadə etmək üçün istifadə olunur. Kontroller boksumuzdur və əlavə bir ədəd hədiyyəmiz işığımız. Bu isə qaz qoludur. Bu isə Warpstrom firmasının özünün logosu və ən əsası, ən bilməli gerəkən olduğunuz hissə isə orijinal Bafang firmasının mühərrikləridir. Çox dözümlü, keyfiyyətli, uzun ömürlü bir firmadır. Bunu velosipedə quraşdırıb tam testini sizlə paylaşacağım.